Hər vaxtınız xeyir olsun, dəyərli ibtidai sinif müəllimləri. Bu gün sizin üçün sonuncu paylaşdığımız sınağın izahını vermək istəyirik. Sınağın linkini işləmək istəyənlər aşağıda link görəcəklər, yəni şərh hissəsində. Həmin linkə daxil olaraq sınağı rahat bir şəkildə işləyə bilərlər. Bu sınağı əlavə kimlər işləyə bilərlər? Dil ədəbiyyat müəllimləri özlərini yoxlamağa işləyə bilərlər. Çünki 20 sualdır. Baxsın, görsün, buradan 18, 17, 19, 20 dənə yaza bilirmi? Əgər yaza bilirsə, vəziyyəti əladır. Yox, 17-nin altına düşürsə, biraz çox çalışmalıdır. Belə və yeni qruplarımıza qoşulmaq istəyənlər, mart ayının təxminən 15-nə kimi açılacaq qruplara qoşulmaq istəyən dil ədəbiyyat müəllimləri 07882 1883 nömrələrimizi yaza bilərlər. İbtidai sinif müəllimləri isə ola 15 marta kimi açılacaq inşallah. Qrupumuz həmin qrupa 055 597 01 51 nömrəmizə yazaraq qoşula bilərsiniz. Belə və bu kanalımıza da abunə olun ki, bundan sonraki izahlardan da xəbəriniz olsun. Başlayaq. Bismillah, getdik. Öncə bu linkə daxil olanda ad soyadınız gəlir. Məsələn, mən buraya yazıram NV. Siz də adınızı yaza bilərsiniz və testə başla deyir. Testə başlayan kimi imtahan başlandı və burada vaxt verilir. Bax, görürsünüz, vaxt. Həmin vaxtla işləyirsiniz. Ümumiyyətlə bir şey bilin ki, imtahanda sən nə qədər hazırlıqlı olursan ol, vaxtla işləməyi, düzgün vaxtı bölməyi bacarmırsansa və sənin test verilişin yoxdursa, hər nə qədər ədatı 2000 dəfə test işləsən də ədatdan, müəllim səviyyəsində, yəni bir professor səviyyəsində, təlimçi səviyyəsində bilsən belə, bu sənə o imtahandan keçməyə kömək eləməyəcək. Çünki sən düzgün hər mövzudan xəbərin olmalıdır, vaxtla düzgün qaydada işləməyi bacarmalısan. Belə. Balaca böyüdək. Onsuz suallar orada əlinizin altındadır. Hansı nümunələrdə fərqləndirilmiş sözü iki fərqli nitq hissəsi kimi düşünmək olar? Gələndə fərqli xüsusiyyət aşkar elədik. Bəli, gələndəni iki fərqli formada düşünmək olar. Mən formada dedim, nitq hissəsi kimi demədim. Gələndə gəl sözün kökü əndə nədir? Feili bağlama. Fərqli xüsusiyyət aşkar elədik. Nə vaxt? Gələndə, gələrkən. Deməli, bu gələndənin əndəsi nə imiş? Feili bağlamadır. Feili bağlama olsa belə bu nədir? Feildir. Feili bağlama da olsa bu feildir. Sonra başqa nə var? Gələndə fərqli bir xüsusiyyət aşkar edilir. Yəni gələn adamda, kimdə? Gələn adamda. Bu zamanda sözün kökü gəl, ən feili sifət, də yer real. Deməli gələndə sözü ikinci vəziyyətdə isə oldu nə? Feili sifət. Feili sifətdə nədir? Feildir. Ümumiyyətlə məstər, feil sifət, feili bağlama da nitq hissəsi olaraq feil sayılır. Necə ki, oxudu sözü şuhud keçmiş zamanda oxudu sözü feildir. Oxumaq da, oxuyanda da, oxuyan da o cür feildir. Yəni, biri təsriflənəndir, digəri təsriflənməyəndir. Belə, burada yoxdur. Nə deyir bizə? İki fərqli nitq hissəsi deyir. İki fərqli nitq hissəsi sözünün yerinə yaza bilər ki, ümumi qrammatik mənası fərqli bu cürdə təqdim edə bilər. Sonra, uyğun gəlmədi. Sinifdəki uşaqdan xəbərsiz idi. Yəni o sinifdəki uşaqdan, yəni bu uşaqdan, hansı uşaqdan xəbərsiz idi? Sinifdəki burada nədir? Sifətdir. İkinci mənası isə sinifdəki, yəni bu sinifdə olan adam uşaqdan xəbərsiz idi. Sinifdəki sözü bir dəfə isimləşdi, yəni kim sualına cavab verdi, cümlənin mübtədası oldu. Bir dəfə isə sinifdəki sözü sifət olaraq, yəni sifətin sualına cavab verə, yəni isimləşmədən təyin vəzifəsində qaldı və bu vəziyyətdə də sinifdəki sözü nə oldu? Təyin. Yəni isimləşmədən. İsimləşmədən təyin, isimləşərkən mübtəda. Deməli, sinifdəki sözü iki fərqli cümlə üzvü oldu. Mübtəda və təyin. Amma iki fərqli nitq hissəsi olmadı. Çünki sinifdəki sözü dakı ilə nə düzəltsən, hamısı sifət. İstəyir o kim sualına cavab versin, istəyir kim sualına, hansı sualına cavab versin. Qısası, isimləşmə nitq hissəsini dəyişmir. Ona görə istəyir isimləşsin, istəyir isimləşməsin, sifət fərqli deyil. Birincisi bizə hələ də məlum deyil. Və bu sözü iki formada düşünmək olardı. Amma burada vergül məsələsi var. Deyirəm, birincisi, mənim heç bu məsələdən xəbərim yoxdur. Və burada vergül qoydum.
Aydınmı? İndi deyə bilərsən ki, müəllim, olur da birincisi bizə məlumdur, ikincisi məlumdur, amma birincisi məlum deyil. Birincisi sözündən sonra, mübtədadan sonra sən niyə vergül qoyasan ki bura? Olmaz. Bura vergül qoyub, vergül qoyduğu üçün bu ancaq nədir? Modal sözdür. İkinci mənada düşünmək olarmı? Olmaz. Çünki vergül ona imkan vermir. Bəs vergülsüz olsaydı, bu zamanda birincisi, neçəncisi bizə məlumdur, say kimi düşünüləcəkdir, amma modal söz kimi düşünülməyəcəkdir. Yəni bu sözü neynəsən də, ancaq şərtə əlavə edilsə ki, durğu şərtlərindən müvafiq qaydada istifadə edərək və yaxud durğu şərtlər nəzərə alınmadan elə bir şey verilsəydi və yaxud şərtdə yazılsaydı ki, durğu şərtləri məqsədyönlü şəkildə buraxılmışdı, bu zaman sən artıq vergülü istədiyin şəkildə bir dəfə qoyarsan, bir dəfə qoymazsan. Amma bu vəziyyətdə vergülü mütləq nəzərə almalısan ki, bu vergül bura niyə qoyulub, boş yerə qoyulmayıb. Bu da getdi. Bu da iki fərqli nitq səs deyil, bu vəziyyətdə modal sözdür. 4. Deməli, müzakirə olunmalı çox məsələ var. Deməli, müzakirə olunmalı. Bax, deyiləcək, müzakirə olunacaq çox məsələ var. Bu malı məli nədir? Feil sifət şəkilçisi. Bir mənası oldu nə? Feil. Düzdür? İkinci mənası. Deməli, yəni yekunlaşdırır da bir qərara gəlir, fikir bildirir. Deyir ki, demək, yəni deməlinin yerinə deməli deyil, demək, mənasını izah etmək üçün deyirəm. Demək, müzakirə olunmalı hələ çox məsələ var. Deməli, müzakirə olunmalı çox məsələ var. İkinci mənası da modal söz kimi düşünülür. Şərtimizin birinə uyğun gəldi 4. 5. Bütün şəkillərini məxfi saxlayırdı. Bütün, yəni şəkillərin hamısını, bütün əvəzliyi kimi, təyin əvəzliyi kimi, bir də bütün şəkillərini, bütpərəstin bütün şəkillərini, heykəlin, büstün şəkillərini nə edirdi? Məxfi saxlayırdı. Bir mənasında əvəzli idi, digər mənasında isə büt sözün köküdür, ün isə yəli hal şəkilçisidir. Və bütün söz burada olur nə? İsim. İsim və feil kimi düşünülə bilir. Ona görə biri də oldu 5. Və cavabımıza, şərtimizə uyğun gəlir 4 ilə 5. Görürsünüz, bir sual izahı nə qədər böyük vaxt alır. Çünki bu sual öyrədir bizi, bu daha çox öyrədir. Ağza açılmaq, söz vermək. Əgər son videolarımızı izləmişsinizsə, bizim Env Akademiya kanalımızda, orta kanalda, tam 77 min abunəmiz olan kanalda baxsaz, bununla bağlı şeylər izah eləmişsiniz. Bəlkə Instagram səhifəmizə girsəz, orada da izah eləmişəm. Bax, sırf bunu ağza açılmağa. Uyğunluğu müəyyən edin. Ağza açılmaq nədir? Amonimliyi olan frazeoloji birləşmədir. Amonimlik varmı? Bəli, ağza açılmaq necə olur? Onu videoda demişdim, bir daha təkrar edirəm. Məsələn, bir şeyin ardı arası gəlməkdir. Yəni, qohumlardan biri gəlir sizdə qalır, görürək, yaxşıdır, üzünə xoş baxdın, o bilədir ki, mən getdim, vəziyyət yaxşıdır, rayondan, öz imtihanınıza az qalmış. Təsəvvür edin, heç yaxşı bir, xoş bir şey deyil. Nə olur? Ardı arası gəlir, yəni ağzı açılmaq, gəlir, ardı gəlir bu mənada. İkinci mənası isə, sən də bir gün səbr edirsən, 2 gün səbr edirsən, üçüncü axı ağzın açılır, ağzından gələn deyirsən, əsəbləşirsən, söyürsən, hər necəsə. Bu da olur nə? Digər mənası. Belə, yəni iki mənada işlənə bildi. Bəli, amonimli olan frazeoloji birləşmədir. 2. Sərbəst söz birləşməsi kimi işlətmə olur. Bəli, ağzı açılmaq. Həkimin yanında nə olur? Ağzın açılır da, ağzı açılmaq, bəli, həqiqi mənada işlənə bilir. Nə bilim, nəyinsə da ağzı açıla bilər. Belə, qazanın ağzı, qapağın ağzı açıla bilər. Orada da ağız söz məcazi demək olsun. Frazeoloji deyil ki. Sonra, sərbəst söz birləşməsi kimi işlətmək mümkündür. Sərbəst söz birləşməsi, yəni frazeoloji olmayan, sabit frazeoloji deməkdir. Sərbəst frazeoloji deyil, yəni məstər tərkibi, sonra birinci, ikinci, üçüncü təyin söz birləşmələri, ismi birləşmələr, feili birləşmələr, bunların yəni söz birləşmələri iki yerə bölünür. Sərbəst, sabit. Sabit frazeolojidir, yerdə qalanların hamısı sərbəstdir. Bu belə. Asıl tərəfindən mənsubiyyət şəkilçisi işləmiş sabit söz birləşməsidir. Bu nə deməkdir? Aslı tərəfindən mənsubiyyət şəkilçisi işlənmiş sabit söz birləşməsi. Hə. Aslı tərəfində mənsubiyyət şəkilçisi, burada məsələ nədir? Əgər yazsaq, asıl tərəfində mənsubiyyət şəkilçisi işlənmişdir, deyəcəksən ki, müəllim, bəli də, həqiqi mənada işlənə bilir bu ağzı açılmaq, bəli. Adamın ağzı açıldı.
Düzdür? Onun da asıl tərəfi ağzıdır. Niyə mənsubiyyət olmasın? İşlənib. Amma mən orada yazmışam ki, asıl tərəfində mənsubi şəkilçi işlənmiş deməli, sabit söz birləşməsi. Sabit söz birləşməsi nə deməkdir? Sabit söz birləşməsi frazeoloji birləşmə deməkdir. Frazeoloji birləşmənin isə aslı və əsas tərəfi olmur. Sən necə deyə bilərsən ki, asıl tərəfində mənsubiyyət işlənib, yəni nə işlənib? Düzdürmü? Bəli, tərkib hissəsində mənsubiyyət işlənib. Amma asıl tərəfi deyə bilməzsən. Ona görə 3-ü səhv fikri kimi götürəcəyik, 2-ni düz olaraq götürdük. Söz vermək. Söz vermək iki mənada işlənir. Bir mənası söz veririk filan kəsə, gəlsin, çıxış gəlsin, çıxışa icazə, dəvət. İkinci mənası söz verməyin isə deməli, vəd vermək, vəd edirsən ki, bu işi sənin üçün bu cür həll edəcəyəm, bu söz vermək, vəd verməkdir. Burada indi nə yazım? Vəd etməklə sinonimdir. Baxın, vəd etmək, burada etmək var. Et, ol, elə ilə, ol, et, elə ilə frazeoloji birləşmə yaranmır. Vəd etmək frazeoloji birləşmənin sinonimi olmaz. Çünki frazeoloji birləşmənin sinonimi, antonimi, amonimidir. Gərək özü kimi frazeoloji birləşmə ola. Və sonra ona görə bu fikir səhvdir. Çünki vəd etmək, yəni etməklə yaranıb ona görə. 5. Sabit söz birləşməsi kimi düşünülməyə də bilər. Bəli, sabit söz birləşməsi kimi düşünülməyə də bilər, amma yenə də orada məcaziliyoruz, amma frazeoloji birləşmə olmayacaq. Məsələn, müəllim bizə mətndən işləmək üçün 5 dənə söz verdi, 5 dənə söz tapşırdı. Məsələn, mən tərkibini götürərək tədris edirəm, keçirəm. Ondan sonra uşaqlara deyirəm ki, müəllimlərə deyirəm ki, indi hərəniz 10 dənə tutaq ki, la şəkilçi ilə söz yazın, üzərində də n şəkilçisi olsun filan, belə söz verdinmi? Bəli, söz verdim. Sözü aparıb vermək bu deyil ki, sözü həm də tapşırmaq mənası. Orada vermək məcazdır, söz məcazdır. Həqiqətən sözü tapşırdım. Yəni, o frazeoloji deyil. Bəli, sabit söz birləşməsi kimi düşünməyə də bilər. Bu da doğru fikirdir. Sonra vəd etməyə amma çıxmışıq da variantlardan. Bu səhvdir. Amonimliyi yoxdur, səhvdə amonimliyin daha öncə izah elədik. Cavab 1, 2 və 5-dir. C variantı. Çoxmənalı sözlərlə bağlı verilmiş nümunələrdən birində yanlışlıq var. Paltar yuyan maşın, ət çəkən maşın. Çox adam burada yanlışlıq eləyir, amma bir şey unudurlar ki, maşın sözü, maşın dediyimiz nədir? Bir mexanizmdir. Düzdürmü? Yəni, paltar yuyan maşın, yəni maşın nədir? İnsanın əllə görəcəyi bir şeyi, bir mexanizmin, bir qurğunun, bir cihazın görməsidir. Və paltar yuyan maşın nədir? Paltarı insanın yerinə yuyur. Ət çəkən maşın nədir? Əti insanın yerinə çəkir. Düzdürmü? İkisi də bir qurğudurmu? Bəli, qurğudur. Niyə bu çox mənalı olsun? Məcazi bunun harasındadır? Məcazi deyil. Məcazi dediğimiz təbliğat maşını, söhbət maşını, qol maşını bunlara deyilir. Amma bunları çox mənalı söz hesab eləmək olmaz. Sonra gəldik digərə niyə çox mənalı? Binanın bünövrəsi binanın bünövrəsi olur, fundament bünövrə olur. Amma insanın bünövrəsi, yəni insanda necə insan beton tökürlərmi, qazırlarmı, bünövrə olmur. Ədəbiyyat kitabı, kitab həqiqidir burada. Ömür kitabı, deyir mənim ömür kitabında bilirsən nələr yazılıb. Yəni, çox şeylər görmüşəm bu həyatda, o mənadadır. Poetik bir ifadədir. Tarix dərsi, həyat dərsi. Tarix dərsi, bəli, dərsi də oradan tarix dərsi olur, tədris olunur. Həyat dərsində isə müəllim olmur, öyrənən olmur, öyrədən olmur. Kitabı çıxarmaq. Çıxarmaq nədir? Ad çıxarmaq. Kitabı çıxarmaq, bəli, kitabı çıxara bilərsən çantadan və yaxud şkafdan hər haradansa, adı amma dartıb çıxarmaq, salmaq mümkün deyil. Belə. Digərən hamısı çox mənalı oldu. Yalnız maşın sözü həqiqi mənada oldu və çox mənalı deyil. Belə. Baxın, eynən MIQ standartlarını uyğunlaşdırmışıq. Sonra sualı sıfırlaya bilirsən, əvvəlki suala qayıda bilirsən, növbəti suala qayıda bilirsən, yekunlaşdıra bilirsən. Bu da bir balaca düşündürücü sualı. Verilmiş cümlənin sindaqi təhlili ilə bağlı hansı fikir doğrudur? Onun üçün ən böyük arzu irəlidəki çətin imtahanı uğurla başa vurmaqdır. Öncə bu cümləni yaxşı sindaqi təhlil eləməyi bacarmalısan, ondan sonra sən artıq buradakı suallara girməlisən. Yəni, boş yerə ora getsən, səhv edəcəksən. Baxa, onun üçün ən böyük arzu. Nə arzu?
Arzu nədir? İrəlidəki çətin imtahana başa vurmaqdır. Bunu da bilmək üçün artıq məstərlə və xəbərlə bağlı bəzi informasiyalar olmalı. Və sən bilməlisən ki, məstər, feil, sifət cümlənin xəbəri olanda mübtədəyə qədər olan hissənin hamısını bir yer, bir tərkibdə götürə bilirsən. Nə arzu, nədir? İrəlidəki çətin imtahanı uğurla başa vurmaqdır. Bunun isbatını verim mi sizə? Baxın, bunu tərsinə, biz adətən bunu tərsinə görürük də. Çevir bunu, bu məstər tərkibin mübtədəyə çevir və arzun da elə xəbər. Baxaq, irəlidəki çətin imtahanı uğurla başa vurmaq onun üçün ən böyük arzudur. Nədir arzudur? Nə? İrəlidəki çətin imtahanı uğurla başa vurmaq. Demişdik ki, qaydanı bir daha xatırladıram. Müəllim, niyə o irəlidəki təyin deyil? Niyə o çətin təyin deyil? Niyə imtahanı tamamlıq deyil? Niyə uğurla zərfli deyil deyə sualların yarana bilər. Və xatırladım ki, məstər, deməli, məstərin, feili sifətin, hətta feili bağlamanın tərkibindən təyin çıxara bilməzsin. Çünki arzu söz nəyə izah edir? Daha doğrusu, irəlidəki söz nəyə izah edir? Çətini. Çətin nəyə izah edir? İmtahan. İmtahanı sözü tərkibdə deyilmi? Tərkibdədir. O özü tərkibdədirsə, onu izah edən sözlər də nə olacaq? Tərkibdə olacaq. Və bunların arasındakı əlaqə bəli, yanaşmadır, amma müstəqil cümlə özü deyil burada. Buradan çox sual çıxarırlar. Yaza bilər, müstəqil cümlə özüdür, müstəqil cümlə özü deyil. Çox şeylər var burada. Belə, nə arzu, mübtəda, hansı arzu böyük, kim üçün? Onun üçün. İndi buyur, rahat təhlil. Bu cümlədə tamamlıq, təyin, mübtəda və xəbər var. Təhlil çıxan budur. Tamamlıq, sonra böyük təyin, arzu mübtəda, qalan da xəbər. Buyur, təhlil. Tamamlıqlardan biri qoşmalı söz. Bəli, qoşmalı sözünə ifadə olunmuş tamamlıq var. Amma yazıb ki, tamamlıqlardan biri. Onlar hardan çıxdı? Yoxdular orada. Bir dənə tamamlıq var. Amma sənə elə görünür ki, imtahanı söz də tamamlıq imiş, sən demə elə deyilmiş. A getdi. B. Təyinlərdən biri sifətlə ifadə olunmuşdur. Hanı təyin? Yoxdur təyin. Bir dənə təyin var da. Necə deyə bilərsən təyinlərdən biri? Olmaz. Müəllim, elə sual olur mu? Bəli, elə sual elə olur da. Görüm orada sən o iki təyini görmüsən, yoxsa görməmişsən. Yazmamışam ki, nədir? De görüm buradakı hansı sözü, nə bilim, filan cümlənin mübtədası eləsək, nə olar, nə olar? Xəyal qurmamışıq ki, normal cümlənin içindən sual vermişik. Zərf, zərflik vəzifəsindədir. Zərfimiz anı? Uğurla. Düzdürmü? Zərf, hansı, ümumiyyətlə bu cümlədə zərflik varmı? Zərflik yoxdur. Qutardı, getdi. Zərf, zərflik vəzifəsində deyil, xəbərin tərkib hissəsindədir. Mübtədası isim birləşməklə ifadə olunub. Mübtədası isim birləşməklə ifadə olunub. Baxaq, mübtədası hansıdır? Mübtədası budur, arzu. Mübtəda isim birləşməklə olan vaxt, ümumiyyətlə, birinci növ təyin söz birləşməsi bütöv bir cümlə üzvü olmur. İstisna sözlər var da, nə bilim, orta əsrlər, yeni il falan, nəysə bunlardır. Amma ümumiyyətlə, mübtəda, deməli, birinci növ təyin söz birləşməsi var. Deməli, orada mübtəda və yaxud təyin söz birləşməsinin ifadə olunmayıb. Çünki arzu nədir? İsim qutardı da. İndi onun asıl tərəfi, böyük sözü var, təyindir. İkisi birlikdə söz birləşməsi də nə olsun da. Bu məsələ nə dəxil var ki? Yəni, söz birləşməsi olması artıq əlavə bir cümlə üzvü olmalıdır. Mübtəda özü təkcə arzu. Desək ki, onun arzusu, bu ayrı məsələ idi. Mübtəda isim birləşməklə ifadə olmuş fikir səhvdir. Gələm Y var. Düzəltmə sifətlərdən biri müstəqil cümlə üzvü deyil. Neçə düzəltmə sifət var? Böyük, böyüməkdən yaranıb. İrəlidəki də irəlidən yaranıb. Düzdürmü? Bəli, böyük sözü təyindir. İrəlidəki sözü isə müstəqil cümlə üzvü deyil. O deməkdir ki, yəni bu ayrıca təyin, tamamlıq hər nəsə deyil. Yəni bu cümlə üzvünün tərkib hissəsidir. Buna deyirlər müstəqil cümlə. Bu da adətən baş verir. Məstər, feil, sifət, feili bağlama tərkiblərinin içində, yəni feili birləşmələrin daxilində, həmçinin isim birləşmələrin tərkib hissəsində, asıl tərəfində, əsas tərəfində də bu hallar baş verə bilir. Deməli, sifətlərdən biri, yəni irəlidəki sözü müstəqil cümlə üzvü deyil, çünki məstərin tərkibindədir. Belə, cavab oldu Y variantı. Növbəti sual. Deyir ki, verilmiş sözlərdən biri həm sadə, həm də düzəltmə sözü kimi düşünülə bilməz. Baxaq, öncə sən bilməlisən ki, bu verəcək sözü hansı mənalarda işlənir? Birinci, ağla gələn rahat versiya, verəcək, nə edəcək?
Qəti gələcək zamanda olan fe'l. Fe'l sözün kökü əcəş nədir? Sadə söz. Mən buna görə çoxlu tərkibli təhlillər eləyirəm. Baxın, burada işimizə yarayır. Və sonra verəcəyin ikinci mənası 5-də alacağı yoxdur, 3-də verəcəyi. Burada da nədir? Alacaq sözü də verəcək sözü. İkisi də al və ver sözlərindən düzəlmiş düzəltmə fe'l isimlərimizdir. Necə gələcək sözü düzəlir, gəlməkdən, dayanacaq, dayanmaqdan düzəlir. Sonra verəcəklə alacaq da ver və al sözlərindən düzələ bilir. Və ikinci verəcək. Ver sözün kökü əcəş nədir? İsim düzəltmə söz. Bəli, sadə və düzəltmə söz kimi işlənə bilir. İkinci, düyün, toy, düyün mənasında. Bu sadə da düyməkdən olmaz. İkinci düyün, ipə vurulan düyün. Bu da düymək, bağlamaq mənasından əmələ gəlib. Bilirsiniz onun rahatlığına. Çünki düy sözü, yəni yazın lüğətə bağlamaq mənası. Yəni düymə sözü də həmin o düydən əmələ gəlir. O sözü mən özümdən çıxartmamışam. Dilimizdə var. Gedin dədə-babalarımıza deyin ki, niyə düymüsüz? Belə. Bərkidir. Bərkidir sözün işlədək düzəltmə söz kimi. Bərk sözün kökü. Bərkimək, bərkitmək irdənədir qrammatik. 2 leksik, 1 qrammatik. Bu öz yerində. Sonra növbəti mənası. Sadə söz kimi necə işlədərsən? Bu onların ən bərkidir. Yəni, boşudur, yumuşağıdır, bərkidir. Yəni, meyvələrdir. Meyvələrin içərisində deyirsən ki, məsələn, bu alma digər almaların içində ən bərkidir. İsimləşmiş sifət kimi işlənib. Bərk sözün kökü i sadə deməli mənsubiyyət, dir də xəbərli. Hanı burada leksik? Deməli bu nədir? Sadə sözdür. Sadə söz kimi də işlənir. Qaraldın. Gəlin bu ağrıdıra baxaq. Ağrıdır sözün kökü ağrımaqdır. Fe'l ağrımaqdır. Ağrıtmaq orada indiki zaman. İkinci mənası ağrıdır. Onu canındakı, onu narahat edən ağrıdır. Tələffüzdə də r'sız olacaq, ağrıdır olacaq. Sadə söz. Bir mənası düzəltmə, fe'l kimi düzəltmə, isim kimi sadə. Qaraldın sözü, məsələn, sən günün altında qalıb qaraldın. Qara sözün kökü, l leksik, d şühudi, n şəxs onu. İkinci mənası, qaraldı, nə oldu? Şühudi keçmiş zaman, amma leksik şəkil görürsünüz, l var orada. Düzdür? İkinci mənası, qaral, sözün kökü yenə qaral, qaralt, yenə n. Düzdür? Yenə l leksik, t da leksik, n qrammatik. Deməli, bu sözdə nə baş verir? Bir dəfə bir leksik var, bir dəfə 2 leksik var. Amma hər bir halda bu söz nə olur? Düzəltmə olur. Yəni, bunun sadə olma versiyası yoxdur. Sadəcə fe'lin şəkilləri dəyişə bilir. Bir dəfə qaraldın, şühudi keçmiş zaman, yəni xəbər şəkli olur. Bir dəfə isə qaraldın sözü olur fe'lin əmr şəklində. Amma hər bir halda düzəltmə olaraq qalır. Bu sualın cavabı D variantı. Sualların yəni ətraflı izah elədiyimizə görə biz gəlin yekunlaşdırın bunu, görüm neçə düzüm oldu. 15 suala cavab verməmisiz. Bunu eynən ilk kimi də bitir deyirəm. İndi bax, işləyənlər var burada, amma az saniyə ilə işləyir. Dəqiq kimsə abituriyentlər falan girib işləyiblər. Link açıqda paylaşılıb. Məsələn, bu inandırıcıdır ki, Maksud Həsənov 8 dəqiqə, Babayeva 8 dəqiqə işləyə bilər, amma var, burada inandırıcılar var. Amma bunu ancaq mən görürəm də, hamı görürüm. 374-cü adam mən işlədim bunu. O da oldu 22 dəqiqəyə 5 balda 5-ini işlədim, 5-ini düz yazdım. Tapdım. Amma burada da yazıb ki, zəif. Belə. Sonra burada düzlərinizi, səhvlərinizi göstərir. Hətta burada aşağıdakı suallarda göstərir. Onları da inşallah sizə növbəti videomuzda təqdim edəcəyik. Kanalımıza mütləq abunə olun. Fikirlərinizi suallarla bağlı yazın. Bəli, bilirəm ki, mən desəm də deməsəm də bunu dil ədəbiyyat müəllimləri də işləyirlər. Dil ədəbiyyat müəllimlərini hələ ki şoka salmaq istəmirəm. Çünki bilirəm ki, oradakı 5 sualın izahı 40 dəqiqə çəkəcək, 50 dəqiqə çəkəcək. Onu izahı da çoxdur. Yəni mən məhz buna görə 25-lik sınaq YouTube üzərində paylaşa bilmirəm. Çünki 25-lik yalnızca da köhnədən paylaşa, hələ onlar bu qədər dərin deyildi. İzahı saat yarım 2 saat çəkirdi. Məhz ona görə saat yarımdan sonra 50 dəqiqəlik izahdan sonra da mən birinci suala
izah elədiyim effektlə izah eləyə bilmərəm. Axı istərseniz orada gözümdən nəsə yayınacaq, ya istədiyim şəkildə onu sizə izah eləyə bilməyəcəm. Ona görə mən yəni bir dəfə 20-25 sual izahını təqdim eləyə bilmirəm. 5-5 təqdim eləyəcəm bunları, həm sizin üçün izah deməli maraqlı olsun. Yəni öz qruplarımıza məcburam, orada yəni fasilə verə-verə izah eləyirəm. Yəni sonra birləşdirib, montaj edirik. Buradan o imkanımız olmadığı üçün məcburuq bu cür eləyək. Belə hamınıza uğurlar arzulayıram. İnşallah istər MİQ imtahanlarında, sertifikasiya imtahanlarında və ya digər imtahanlarda istədiyiniz uğurları əldə eləyərsiniz. Bu qədər, sağ olun.